Deməli uşaqlar, əvvəlcə biz iki dəyişənli xətti tənləyib bir daha həll eləməyi yadımıza salaq. Ondan sonra sistemi həll eləməyi öyrənərik. Dedik ki, A-x üstəgəl B-y bərabərdir C şəklində olan tənliklərə iki dəyişən deyildi. Məsələn, bax 2x üstəgələ 3y bərabərdir 5 iki dəyişənli xətti tənliyində. Məsələn, x-in yerinə 1, y-in yerinə 1 yazsaq, onlar 2 vurulsun 1 üstəgəl 3 vurulsun 1, həqiqətən də cavab 5 eləyir. Deməli, x da 1 oldu, y də 1 oldu. Deməli, deyirik ki, bir-bir cütü bu tənliyin həllidir. Yəni, dəyişənlərin verilən tənliyi doğru ədədi bərabərliyə çevirən qiymətinə tənliyin kökü deyilir. Yəni, x və y-in yerinə elə ədədlər yazmalıyıq ki, həmin bərabərlik doğru olsun. Onda o x, y cütünə verilmiş tənliyin kökü deyilir. İki dəyişənli tənlikdə uşaqlar, dəyişənlərin birini digərindən əvəz eləmək mümkündür. Və biz lap əvvəldən tənlik dərsindən bilirik ki, tənlikdə hansısa həddin işarəsini dəyişməklə bərabərin bir tərəfindən digər tərəfinə keçirəndə tənliyin kökü dəyişmir. Və bir də bilirik ki, tənliyin hər tərəfini eyni bir müsbət sıfırdan fərqli eyni bir ədədə vursaq və ya bölsək, tənliyin kökü dəyişmir. Məsələn, bir tənlik yazıram. 2x üstəgələ 3y bərabərdir, məsələn, 5. Gəlin bu tənlikdə 3y-i keçirdək bərabərin sağına. 2x bərabərdir. 3y sağa keçəndə olur 5 çıxılsın 3y. Yəni, həddin işarəsini dəyişib bir tərəfdən digər tərəfə keçirəndə tənliyin kökü dəyişmir. Neynədim mən? 3y-i keçirtdim sağa. Özdə işarəsini dəyişdim. Sonra gəlin tənliyin hər iki tərəfini bölək 2-yə. 2x bölünsün 2 bərabərdir. 5 çıxılsın 3y bölünsün 2. Tənliyin hər iki tərəfini, sağını və solunu böldüm 2-yə. Və burada 2-lər ixtisar olundu. Qaldı x bərabərdir. 5 çıxılsın 3y bölünsün 2. Bunu da ayrı-ayrı məxrəclə yazsaq, 2-də 5 çıxılsın 2-də 3y yazaram. 2-də 5, 2,5 çıxılsın. 2-də 3y də 1,5y. Sonda oldu. X bərabərdir. 2,5 çıxılsın 1,5y. Bu sonuncu yazdığım ifadə var ha. Buna deyirik ki, x dəyişəni y dəyişəni ilə əvəz olunub. Bunu yadda saxlayın. Mən deməli, verilmiş bu tənlikdə nə iş gördüm? X dəyişənini y dəyişəni ilə əvəz elədim. Yəni, x-i y ilə əvəz etmək o deməkdir ki, x-i yəni elə bir ki, təkləyirik də, x-i tək saxlayırıq, y-i keçiririk digər tərəfə və x-in əmsalı nədirsə, hər tərəfi x-in əmsalına bölürük, x tək qalır. Yəni, bu yazdığım sonuncu ifadə x-in y ilə əvəz olunmuş formasıdır. İstəsək, biz y-i x ilə əvəz eləyə bilərik. Bax, bu bərabərlikdə y-i x ilə əvəz eləmək istəyiriksə, y-i tək saxlamalıyım. Onun üçün x-i keçirdəcəm sağa. 3y bərabərdir. 5 çıxılsın 2x yazacam. Sonra hər tərəfi y-in əmsalına böləcəm ki, y tək qalsın. 5 çıxılsın 2x bölünsün 3. 3-lər ixtisar olunacaq. Y bərabərdir. 3-də 5 çıxılsın, 3-də 2x. Ayrı-ayrı məxrəcə yazdım. Bu yazılışa isə deyirik ki, y x-la əvəz olunur. Yəni, iki dəyişənli xətti tənlikdə x-i y ilə əvəz eləmək olur. Bir də y-i x ilə əvəz eləmək olur. Yəni, x-i y ilə əvəz eləyirəmsə, mən x-i təkləyirəm, tək saxlayıram, y-i keçirdirəm digər tərəfə və x-in əmsalını bölürəm. Y-i x ilə əvəz eləmək istəyirəmsə, x-i keçirdirəm bərabərin digər tərəfinə, yəni y-i təkləyirəm də, son olaraq y tək qalmalıdır. Əmsalı da müsbət olmalıdır. Mənfidirsə, mənfi 1-ə böləcəm ki, müsbətə çevrilsin. Başa düşdünüz bunu? Bəli. Aysan. Aydan, sən də başa düşdün?
Bax, Bəli. sistemi həll eləmək üçün əsas məsələ budur. Yəni bunu bilməsək biz sistem təhlilləri həll eləyə bilmərik. Yəni bu dəyişənlərin birinin digərindən əvəz olunmasıdır. Mütləqdir ki, bunu yaxşı-yaxşı mənimsəyəsiniz. İstənilən halda əvəz eləmək mümkündür. İndi gəlin başlayaq təhlillər sistemini həll eləməyə. Sadə bir təhlil yazacağam. Burada biri var, gəlin onu yazaq. Demək, 2x üstəgəl 3y bərabərdir 8, 3x üstəgəl 2y bərabərdir 7. Məsələn, gəlin yoxlayaq görək. 1-2 cütü verilmiş bu sistemin tənliklərinin hər ikisinin həllidirmi? Bu 1-2 cütündə də ki, bilirsiniz də 1 x-in qiymətidir, 2 də y-in qiymətidir. Gəlin qoyaq yerinə, yoxlayaq. Görək, həqiqətən də ödəyirmi? X-in yerinə 1 yazacağım, y-in yerinə 2 yazacağım. Onda yuxarıdakı birinci tənliyim necə olacaq? Bax, x-in yerinə 1 yazacağım, y-in yerinə 2. Onda olacaq tənliyimiz 2 vurulsun 1, üstəgəl 3 vurulsun 2, bərabərdir 2 dəfə 1-in 2, üstəgəl 2-in 6, 2-in üstə 6, 8. Birincini ödədi. Yerinə qoydum, cavab 8 elədi. Gəlin indi ikinci tənliyi də yoxlayaq. X-in yerinə yenə 1, y-in yerinə yenə 2 yazaq. Olacaq 3 vurulsun 1, üstəgəl 2 vurulsun 2, 3 dəfə 1-in 3, 2 dəfə 2-in 4, 3 üstəgəl 4, 7. İkinci tənliyi də ödədi. Yəni bu 1-2 cütü həm birinci tənliyin həllidir, həm də ikinci tənliyin həllidir. Və yadınızdadırsa biz keçən dəfə dedik ki, sistem nə axtarır? Ortaq həll axtarırdı da, düzdür? Ortaq həll. Yəni sistem o həlli axtarırdı ki, o hər iki tənliyin həlli olardı. Və 1-2 cütü həm birinci tənliyin, həm də ikinci tənliyin həlli oldu. Deməli, 1-2 cütü bu tənliklər sisteminin həllidir. Çünki hər ikisini ödədi. Bu aydın oldu sizə. Yəni, sistemin həlli hər iki tənliyi ödəməlidir. Yerinə qoyduq, yoxladıq və nəticə doğru oldu. Gəlin indi uşaqlar, biz sistemi həll eləməyi öyrəndik. Burada sadəcə 1-2-ni özümüzdən düşündük, qoyduq yerinə alındı. Bəs həmişə belə eləyəcəyik. Biz həmişə belə eləyə bilmərik axı. Yəni, mən burada 1-2 cütünü tapdım, qoydum yerinə, doğrudan da ödədi. İndi bəs sistem həll eləmək üçün onda biz özümüzdən kök qoyub həmişə yerinə yoxlayıb tapa bilmərik axı. Gör nə qədər biz yoxlama aparmalıyıq onda. Bu tənliklər sisteminin bir həll qaydası olmalıdır da ki, həll eləyib cavabı tapa bilək. Tənliklər sisteminin həll qaydalarından biri əvəz etmə üsuludur. Əvəz etmə üsulu. Nədir əvəz etmə üsulu? İndi mən onu sizə başa salacağım. Addım-addım biz burada həll prosesi aparacaq. Deməli, birinci addım nədir? Dəyişənlərdən yazıram, bax bura. Dəyişənlərdən biri digəri ilə əvəz olunur. Dəyişənlərdən biri digəri ilə əvəz olunur. 2. Əvəz olunmuş dəyişənin əvəz olunmuş dəyişən digər tənlikdə yerinə yazılır. Yəni, hansı dəyişən əvəz olunubsa, x-i ilə əvəz olunubsa, aparıb o biri tənlikdə x-in yerinə əvəz olunmuşun yazırıq. 3. Və alınmış bir dəyişənli tənlik həll olunur və dəyişənlərdən birinin qiyməti tapılır.
Əsas odur ki, biri tapıldı. Dəyişənlərdən birinin qiyməti tapılandan sonra tapdığımız qiyməti aparıb hansı tənlikdə istəsə yerinə qoyub, digər dəyişənin də qiymətini tapırıq və hər iki dəyişəni tapmışıqsa biz artıq tənliklər sistemini həll eləmiş olduq. Bu şəkildə biz tənliklər sistemin əvəzetmə üsulunu həll edirik. İndi bu qayda qalsın orada görünsün. Bir dənə tənlik tapaq yazaq və onu əvəzetmə üsulu ilə həll edək. Məsələn, burada biri var. 3x üstə gələk 5y bərabərdir 8. Mənim əvəzetmə üsulu həmişə alınır, yoxsa? Bəli, əvəzetmə üsulu həmişə işimizə yarayır. Toplama üsulanma həmişə işə yaramır. Əvəzetmə həmişə yarayır. Ona görə əvəzetməni daha yaxşı mənimsəmək lazımdır ki, istənilən vaxtı işimizə yarayır. Baxın, uşaqlar, əvəzetmə üsulunda dedik, neyinirik? Birinci qayda. Dəyişənlərdən biri digəri ilə əvəz olunur. Fərqi yoxdur. Hansı tənlikdə istəsəz əvəz eləyə bilərik. Mən burada ikinci tənlikdə əvəz eləyəcəm. Çünki ikinci tənlikdə y təkdir də. Orada hər tərəfi bölməyəcəm deməli. Gəlin əvəz eləyək. Məsələn, aşağıdakı tənlikdə y-i tapmaq üçün mən nə etməliyəm? 2x-dan biri çıxmalıyam, düzdürmü? Məchul çıxılanı tapmaq üçün azalanın fərqi çıxmalıyım. Bax, y-i tapdım və nə etmiş oldum? Y-i x ilə əvəz eləmiş oldum. Yəni, y bərabər 2x minus 1 oldu. Aparıram yuxarıdakı tənlikdə, aşağıdakında əvəz etmə elədim. Əvəz etdiyimi aparıb yuxarıdakı tənlikdə, yəni aşağıda əvəz eləyirəmsə, ikinci tənlikdə əvəz eləyirəmsə, aparıb əvəz etməmi birinci tənlikdə yerinə qoyuram. Birincidə əvəz etmə eləsəm, onda onu əvəz etdiyim ikinci tənlikdə yerinə qoyuram. Mən indi burada ikinci tənlikdə əvəz elədim. Onu aparıb birinci tənlikdə y-i görürsünüz, 5y yazmışam. Bax, o y-in əvəzinə bu y-in əvəz olunmuş 2x çıx 1-i yazacağım. Onda nətər olacaq tənliyimiz? 3x üstə gəl, 5y yazmayacağım. 5 vurulsun, y-in qiymətini yazacağım. 2x çıx 1 bərabərdir 8. Bu aydın oldu mu uşaqlar? İkincidə əvəz elədim, birincidə yerinə qoydum. İndi yuxarıdakı tənliyə baxın. Yuxarıdakı tənlik oldu bir dəyişənli, ancaq x iştirak edir. Xətti tənlikdir, biz onu həll eləməyə çoxdan bilirik. O tənliyi ayrıca yazıb həll eləyirəm. 3x üstə gəl. 5-i vurub açıram mötərəziyə. Hər ikisinə vurub açacağam. 5 dəfə 2, 10x. 5-i mənfi bərabərində. Mənfi 5 bərabərdir 8. 13x, x-ları topladım. Mənfi 5-i keçirirəm 8-in yanına, müsbət 5 kimi keçir. 8, 5, 13. X bərabərdir. 13-ü 13-ə böldüm 1. Artıq mən dəyişənlərdən birini tapdım. X-i tapdım 1. X-i tapandan sonra dedim ki, dəyişənlərdən birini tapdımsa, aparıb digərində hansında istəsəm yerinə qoyuram. X-i 1 tapmışam. Gətirib bu y bərabərdir 2x çıx 1-də qoyacam yerinə. Onda y-i də tapmış olacam. Y bərabər, x-in yerinə 1 qoysam, 2 vurulsun, 1 çıxılsın 1. Bəli. Mənim zəh gəldi. Mən çıxmalı oldum. Bir də başa sala bilərsiniz. Hardan? Hara kimi qulaq assın sən? Bu tərəf yoxdur da. Bir dənə buranı gördüm. Ən birinci yazısı olacaq. Aha. Bax, birinci tənliyi görsən buranı gördün. Zürü sayında müəllim. Hə, eyb yox. Deyərdin də, demədin. Müəllim yox, birdən gəldi, o görəsən deməli oldum. Bildim. Hə, bunu görürsən, Ayan, dairəyə aldım da. Orada ikinci yazılmış var, aşağıdakı. 2 qız çıxılsın y. Oradan məchul çıxılan y-i tapmaq üçün neynədim mən? 2x-dən 1-i çıxdım. Bax, sağ tərəfdə qeyd eləmişəm. Y-i tapmaq üçün 2x-dən 1-i çıxdım. Bax, aldım dairə, gördün. Yəni, neynədim? Dəyişənlərdən birini o biri ilə əvəz elədim. Y-i x ilə əvəz elədim. Sonra, buradakı 5y var, yuxarıdakı da. Aşağıda əvəz eləmişəm. Əvəz elədiyimi yuxarıda, birinci tənlikdə qoyacam yerinə. Bax, 5y aldım dairəyə, görsən. Oradakı 5 vur y yazısı var ha. Gətirib orada y-in yerinə bu y-in əvəz olunmuşunu yazdım. Bax, indi, bir də burada sağda görsən.
Bax bura. Yazmışam 3x. Üstə gəl 5y yazmamışam. 5 vurulsun y-in əvəzi olunmuşun yazmışam. Bərabər. Sonra yuxarıdakı tənliyə bir dənə fikir versən, bir dəyişənlidir, ancaq x-lardır. Sonra o tənliyi bir deyə aşağıda yazdım burada, oxla göstərirəm. Burada həll elədim, x-i tapdım 1. X-i tapandan sonra apardım bu deyə, bax burada 2x-in yerinə, x-in yerinə 1 yazdım. Aldım y bərabərdir 2 vurulsun 1 çıxılsın 1, o da elədi 1. Y-i də tapdım, x-i də tapdım. Mən tənliyi həll eləyəndə y-dən x-i tapmaq lazımdır da. X-i də tapdım, y-i də tapdım. Və onda nəticə olaraq cavab, dedi cavab cüt şəklində yazılır da. Birinci x, ikinci y. Hər iki kök 1 olduğuna görə cavab oldu 1, 1. Demək, 1 cütü verilmiş bu tənliyin həllidir. Başa düşdün? Bəli. Aha. Gəlin bir başqasını da yazaq. Bir dənə ilə kifayətlənməyək də. Məsələn, burada bir tənlik də var, onu da həll edəcəm. Eyni əvəz etməklə. 2x üstə gəl 3y bərabərdir 8. 3x üstə gəl 2y. Burada məqsəd odur ki, biz niyə əvəz edirik? Yəni, əvəz edirik ona görə ki, biz tənliklərdən hansınısa bir dəyişənli eləyək. Bir dəyişənli tənlikdə biz rahat şəkildə həll eləyə bilirik də. İndi bu tənliklər sistemində həll eləmək istəyirəm. Dedi, əvəz etmə üsulunu eləyəcək. Əvəz etmə üsulunda nə oldu? Tənliklərdən ikisindən birini seçirəm. O tənlikdə ya x-i y-lə, ya da y-i x-lə əvəz eləyirəm. Məsələn, birinci tənliyimi ayrıca yazıram. Bax, 2x üstə gəl 3y bərabərdir 8. İndi burada mən x-i y-lə əvəz eləmək istəyəndə nə edirdim? X-i təkləyirdim. Bax, 2x-i yazıram. 3y-i keçirdirəm sağa. Olur 8 çıxılsın 3y. Sonra hər tərəfi 2-yə bölürəm. X bərabərdir. 2-yə böləndə 2 getdi. 8-i 2-yə böləndə 4. 3-ü 2-yə böləndə 1/5 y. Bax, qırmızıya aldım. Artıq mən nə eləmiş oldum? X-i y-lə əvəz eləmiş oldum. X bərabərdir 1/5 4 çıxılsın 1/5 y. Harda əvəz elədim? Birinci tənlikdə. Onda yazıram bərabərdir. Birinci tənlikdə əvəz etdim, nə oldu? X bərabərdir 4 çıxılsın 1/5 y. Bunu əvəz elədim. Həmən bu əvəz etməmi gətirib ikinci tənlikdə x-in yerinə qoyacam. İkinci tənlikdə ki, burada baxın 3 vurulsun x var ha. 3 vurulsun x-da. Daha 3 vurulsun x yazmazam. Əvəzində x-in əvəz olunmuş 4 çıxılsın 1/5 qiymətini qoyacam yerinə. Onda necə olacaq? 3 vurulsun ikinci tənlik. X-in əvəzinə 4 çıxılsın 1/5 y. Üstə gəl 2y bərabərdir 7. Niyə elədim bunu? Çünki bunu əvəz etməni eləyəndə ikinci tənliyimizə baxın. Yalnız bir dəyişən iştirak elədi. Ancaq y-dir. Və bir dəyişənini biz həll eləyə bilirik. İndi onu ayrıca yazıb o tənliyi həll edirəm. Mötərizəni vurub açıram. 3-ü mötərizənin hər ikisinə vururuqda paylama xassəsinə görə 3 vur 4 12 çıxılsın. 3-ü 1/5 y-ə vuranda 4/5 y. Üstə gəl 2y bərabərdir 7. Burada 4/5 y-dən 2y oxşardır. Onları islah eləsəm 12 mənfi 4/5-in üstünə 2 gələndə mənfi 2/5 y bərabərdir 7. Sonra məchul qalır solda 2/5 y bərabərdir 7 çıxılsın 12. 12-ni keçirdim sağa işarəsini dəyişdi. Mənfi 2/5 y bərabərdir 7-dən 12 çıxıram. Mənfi 5. Sonra y-i tapmaq üçün mənfi 5-i bölürəm mənfi 2/5-ə. Və onluq kəsirləri, onluq kəsirə bölmək üçün bölünəni və böləni elə bir mərtəbə vahidinə vururduq ki, bölən naturala çevrilir. Mən bunların hər ikisini ona vuracam ki, 2/5-in vergülü bir rəqəm sağa geçsin, natural ədədə çevrilsin. Yəni, vergül qalmasın ki, mən onu bölə bilim. Mənfi 5, 2 dənə mənfidir. 2 mənfini böləndə müsbət eləyəcək. Ona görə mənfiləri yazmıram. Bölünəni də vurdum 10-a. 5 dəfə onun 50. 2/5-i ona vurdum 25. 50-ni də 25-ə böldüm. Cavab qaldı 2. Aha, mən artıq y-i tapdım. Y-i tapdım 2. Hansında tapdım? Bir də bu ikinci tənlikdə.
Bu ikinci tənlikdə tapdım. Həmən tapdığım cavabı, o 2-ni, tapdığım 2 cavabını aparıb birinci tənlikdə y-in yerinə qoyacağam və x-i tapacağım. Burada ayrıca yazım onu da. Burada yazacağım. Deməli, x bərabərdir. 4 çıxılsın. 1,5 vurulsun. Y-in qiyməti, yəni 2. Bu da bərabər 4 çıxılsın. 1,5-i də 2-yə vuranda 3 eləyir. 4-dən 3 çıxdım. 1 qaldı. X-i tapdım 1, Y-i də 2 tapmışam. Onu da yazıram cavab. Deməli, x-i tapdım 1. Birinci x-i yazıram. İkinci də y-i. 1, 2. Qutardı. İstərsəniz bu tapdığımız cavabları aparıb tənlikdə yerinə qoyub hər ikisini yoxlaya bilərsiniz. Görəcəksiniz ki, hər ikisində də doğru cavab olacaq. Bu barədə sualınız var, yoxsa uşaqlar? Xeyr, yoxdur. Xeyr. Aha, tam aydın oldu da. Yəni əvəz etmə üsulu budur. Dəyişənlər tənliklərin ikisindən biri, hansını istəyirsən, seçirsən. Dəyişənin birini digərindən əvəz edirsən, əvəz eləyib aparıb o birini yerinə qoyursan. Tutaq ki, imtahanda getmisiniz, belə bir tənlik sistemi çıxıb qarşınıza, daha necə həll eləyəcəyinizi bilirsiniz. Və yaxud da imtahanda yadından çıxıbsa, nə qədər fikirləşdin, deyək ki, əvəz etmə üsulu, toplama üsulu, heç biri yadına düşmədi. Əgər həll edin deyirsə və cavablar cüt şəklində verilibsə, götür x-in yerinə 1, y-in yerinə 2. Yəni biz burada belə tapmışıq. Cavabları qoy x-in y-in yerinə yoxla. Hansı ki, hər ikisini ödəyəcək, o cavabdır. Bunu başa düşdü. Yəni imtahanda belə olsa tapa bilərsən. Amma məsələ odur ki, imtahanlarda daha çox nə düşür? Sistem tənlik düşür, cavabı həll elə demir. Deyir x vur y-i tap və yaxud da x üstə gəl y-i tap. Nə bilim, x böl y-i tap deyir. Siz bunda məcbursunuz ki, x və y-i tapasınız ki, sonra onları toplayasınız və yaxud da tapıb bir-birinə vurasınız. Və yaxud da tənliyi həll edib x, y-i birbaşa tapasınız. Yəni, bu zaman artıq cavabı yerinə qoyub yoxlamaq şansınız olmayacaq. Ona görə də, uşaqlar, mütləqdir ki, siz bu tənliklər sistemin həll qaydaların yaxşı mənimsəyib, yadda saxlayasınız və tez-tez sistem tənliklər həll eləyəsiniz ki, sabah imtahanda çətinlik çəkməyəsiniz. İmtahanlarda sistem tənliklərdən suallar həmişə düşür. Həlli oldu, bu oldu əvəz etmə üsulu. Bir də var toplama üsulu. Toplama üsulu. Nədir toplama üsulu? Yəni, bu da tənliklər sistemin həll eləmək üçün bir üsuldur. Ümumiyyətlə, tənliklər sistemin həll eləmək, onun ya həllini tapmaq, ya da həllinin olmadığını isbat eləməkdir. Yəni, həll etmək budur. Toplama üsulunu deməmişdən qabaq, gəlin sizə bir şey deyim. Əks ədədlərin cəmi haqqında nə bilirik? Əks ədədlərin cəmi... Sıra bərabər. Bəli. Məsələn, mənfi, deyək ki, 5-in üstünə 5 gələndə edir 0. Və yaxud da mənfi 9-un üstünə 9 gələndə 0 edir. Həmçinin də biz əks bir hədlərin də cəminə 0 demişdik. Deyək ki, mənfi 3x-in üstünə 3x gəlsəm 0 edir. 4y-in üstünə mənfi 4y gəlsəm edir 0. Biz bunları 6-cı sinifdən artıq bunlar bizə məlum olan qaydalardır, bilirik. Bunları yada salmaqda məqsədimiz odur ki, toplama üsulunda bu bizə lazım olacaq. Və bir daha təkrar edirəm, tənliyin hər tərəfini sıfırdan fərqli eyni bir ədədə vuranda tənliyin kökü dəyişmir, biz bunu da bilirik. İndi yazdığım tənliyi bir daha yazacağım, toplama üsulu ilə həll eləyək. 2x üstə gəl 3y bərabərdir 8. 3x üstə gəl 2y bərabərdir 7. Biz bayaq dedik ki, məqsədimiz nədir? Yəni bunu həll eləmək üçün dəyişənlərdən birini aradan çıxardırıq. Yəni iki dəyişənlərin sonsuz sayda həlli var. Ona görə biz onu konkret tapa bilmirik ki, hansıdır hər ikisini ödəyən. Ona görə
əvəz etmədə birin digərini əvəz elədi və bir dəyişənli alındı, həll elədi. İndi toplama üsulunda da nəsə eləməliyik ki, dəyişənlərdən biri aradan çıxsın, qalsın bir dəyişənli tənlik, biz onu həll eləyək. Onun üçün nə edəcəyik? Bu tənlikləri tərəf-tərəfə toplamaq olar. Yəni, yuxarıdakı tənliyi ilə aşağıdakı tənliyi tərəf-tərəfə toplamaq olar. Elə bir ki, x-ları bir toplayırıq, y-ləri bir toplayırıq, cavabları da bir toplayırıq. İndi mən bunları tərəf-tərəfə toplasam, 2x-in üstünə 3x eləyəcək 5x. 3y-in üstünə 2y gəlsəm eləyəcək 5y. 8-in üstünə 7 gəlsəm eləyəcək 15. Tərəf-tərəfə topladım, yenə də 2 dəyişənli alındı. Heç nə dəyişmədik, həll eləyə bilmədim. Demək, biz nə edəyək? Gəlin bu tənliklərin hər ikisini elə ədədlərə vuraq ki, ya x-ların, ya da ki y-lərin əmsalları bir-birinin əksi olsun ki, tərəf-tərəfə toplayanda onlardan biri cəm 0 eləsin, bir dəyişən qalsın. Məsələn, gəlin x-ları buradan yox eləyək. Bax, yuxarıdakı... Məsələn, mənfi 3 ilə mənfi 2 vura bilərik. Yox, birin mənfiyə vuraq, birin müsbətə vuraq ki, çünki hər ikisi də müsbətdir axı. Birin mənfiyə, birin müsbətə vuraq ki, əks eləsin də. Yəni, biri 2x, x-ları, tutaq ki, biz x-ları yox eləmək istəyiriksə, biri 2x-dir, biri 3x-dir. Mən bunların hər ikisini neçə eləyə bilərəm, nəyəsə vurub neçə eləyə bilərəm? 6 eləyə bilərəm də, bunları əkyob tapıram elədir. 6. Onda mən yuxarıdakı tənliyimi vuracam 3-ə, 2x 6 eləmək üçün 3-ə vuracam. Aşağıdakını da mənfi 6 eləmək üçün mənfi 2-yə vuracam. Çünki əks olsun ki, toplayanda 0 eləsin. Və tənliyi vuranda bütün hədlər vurulur da, bilirik ki, yəni hər tərəfi vurmalıyım. İndi vururam. 3-ü vuracam həm buna, həm buna, həm də buna. Bütün hədlərə vuracam. 2x-i 3-ə vurdum, oldu 6x. Üstə gəl, 3y 3-ə vurdum, 9y. 8-i 3-ə vurdum, 24. Aşağıdakını da mənfi 2-yə vuranda 3-ü vurdum mənfi 2-yə, elədi mənfi 6x. 2y mənfi 2-yə vurdum, oldu mənfi 4y, çıxılsın 4y yazıram. 7-ni mənfi 2-yə vurdum, bərabər elədi mənfi 14. Baxın, artıq x-in əmsalları bir-birinin əksi oldu. İndi mən bunları tərəf-tərəfə toplasam, artıq x-lar yox olmuş olacaq. İndi gəlin toplayaq. 6x-la mənfi 6x-i tərəf-tərəfə toplasam, eləyəcək 0. Və altından xətt çəkirəm, toplayıram. 0 elədi. 9y-in üstünə də mənfi 4y gələndə eləyəcək 5y. Bərabərdir. 24-ün üstünə mənfi 14 gəlsəm eləyəcək 10. Müxtəlif şəraitdə böyüdən kiçik çıxılır. Və bu 0-ı yazmıram. 5y bərabər 10. Y bərabərdir. 10-u bölürəm 5-ə. Y bərabərdir 2. Y-i tapdım 2. Y-i tapandan sonra hansı tənlikdə istəsən Y-in yerinə 2 yazıb x-i tapa bilərsən. Məsələn, mən baxıram ki, birinci tənlik elə biləm daha sadə görünür. Gəlin burada Y-in yerinə tapdığımız 2 qiymətini yazaq. Onda nətər olacaq? 2x üstə gəl 3 vurulsun 2. Bu Y-in 2 qiyməti apardım burada, qoydum yerinə. Bərabərdir 8. 2x üstə gəl 6. Bərabərdir 8. 2x bərabər 8-dən 6 çıxıram. 2. X bərabərdir. 2-ni 2-yə böldüm. 1. X-i tapdım 1. Y-i tapdım 2. Sonda yazıram cavab. Deməli, cavab cüt şəklini yazılır da. Birinci x, ikinci y. Demək, 1-2 cütü bu tənliyin həllidir. Əvəz etmə üsulu ilə də həll eləyəndə eyni bu cavabı tapmışdıq. Düzdür, bax, qaydaq geri. Burada yazmışam, cavab 1-2. Toplama üsulu ilə də həll elədim, eyni cavabı aldım. Alındı. Düzdür. Başa düşdünüz, toplama üsulu nədir? Bəli. Mənim toplama üsulu əvəz etmə üsulundan daha asan görünür. Toplama üsulu, bəli, biraz rahat gəlir adama. Amma toplama üsulu həmişə işimizə yaramır da. Elə tənliklər vardır, orada toplama üsulu işimizə yaramır. Orada məcburuq ki, biz əvəz etmə üsulundan istifadə edirik.
Toplama Məsələn, üsulunu elədim, məsələn, monitoring elədik arada. aha. Amma mən yerinə qoymadım deyə səhv alındı cavab. Buradan gəldim, yerinə qoyub tapmadım deyə cavab ala bilmədim. Səhv yazdım. Bəli, tənliyi həll edib cavabı tapandan sonra tapdığınız cavabları hər iki tənlikdə yerinə qoyub yoxlamağınız məsləhətdir. Çünki tam əmin olacaqsan ki, sən cavabı düz tapmısan, yoxsa səhv tapmısan. İndi burada demək toplama üsulu məsələn, aydan bax, bir sistem yazıram. Tutaq ki, yuxarıda yazıram x üstəgəl y bərabərdir. Məsələn 5, aşağıda yazıram x vurulsun y bərabərdir 6. Yuxarıda toplama da aşağıda vurmadır. İndi mən bu tənliyi necə toplama üsulu ilə eləyim? Eləyə bilmirəm axı. Çünki aşağıda x vur y-dir, yuxarıda x üstəgəl y-dir. Burada toplama üsulu mənim işimə yaramır. Məcburam ki, bunu əvəz etməklə eləyim. Əvəz etməklə eləyəndə də o biri vurma, biri toplamadırsa, toplama olanda dəyişənin birini o biri ilə əvəz elə. Yuxarıda məsələn x-i saxlayıram, y-i keçirdirəm sağa, olur 5 çıxılsın y. Demək x 5 çıxılsın y-dir. Aşağıda görürsən burada x yazmışam. Bu x-in əvəzinə gətirirəm, x-in qiymətini 5 çıxılsın y qoysam, onda olacaq 5 çıxılsın. Ara getdi bu. 5 çıxılsın 5 çıxılsın y vurulsun y bərabər 6. Gördün aşağıdakı tənlik oldu bir dəyişən. 5y çıxılsın y kvadratı bərabər 6 kvadrat tənlikdir. Soldakıları keçirdirəm sağa, 0 bərabərdir. Y kvadratı sağa keçdi, müsbət. 5y sağa keçdi, mənfi 6 da ki müsbət idi yerində. Bərabərliyin yerini dəyişirəm. Y çıxılsın 5y üstəgəl 6 bərabər 0. İndi Viet teoreminə görə toplayanda eləməlidir 5, ikinci əmsalın əksi, vuranda eləməlidir 6. Toplayanda 5, vuranda 6 ilə nə dedim? 1, 2-dir, 1 də 3-dür. Deməli, y1-i tapdım 2, y2-ni tapdım 3. Bu belə. Sonra y1-i aparıb qoyuram birinci tənlikdə yerinə. Y-in yerinə 3 yazsam, x1-i tapmış olacam. Yox, y-in yerinə 2 yazıram, x1-i tapıram 3. x2-ni də tapmaq üçün y2-ni gətirib yerinə qoyuram. 3 qoyuram, x2-ni tapıram 2. Demək, bu tənliyin neçə kökü var? 2 həlli var. Deməli, 3, 2, bir də 2, 3. Yəni, x3, y2, x2, y3. Bu tənliyin, hər ikisi bu tənliyin həlli olmuş olacaq. Başa düşdünüz bunu? Bəli. Burada toplama üsulu işimizə yaramır da. Yəni tənliyə baxırsan. Əgər tənlikdə hər iki tənlik toplama çıxmadırsa və dərəcələri eynidirsə, onları toplama üsulu ilə eləmək olur. Amma elələri var ki, hər ikisi toplama çıxmadı olur. Məsələn, x kvadratı üstəgəl y kvadratı bərabərdir 6. Deyək ki, x üstəgəl y bərabərdir məsələn 5 də. İndi burada toplama üsulu işə yaramır axı. Çünki mən bunları toplasam belə 0 eləmir. Hansısa gedə bilməz. Məcburam ki, mən bunu da əvəz etmə üsulunu həll edeyim. Yəni, toplama üsulu nə vaxt işə yarayırsa onu da edirik. Toplama üsulu işimizə yaramırsa əvəz etmə üsulunu edirik. Yəni, o tənliklər sisteminə baxan kimi siz onu dərhal deyə bilərsiniz ki, bunu mən əvəz etməklə eləyə bilərəm, toplama ilə eləyə bilərəm. Bu da tənliklər sisteminin toplama üsulu ilə həllidir. Yəni, məncə çətin bir şey yoxdur. İndi gəlin biraz burada biz deməli biraz testlərdən göz gəzdirək görək orada nə var. Keçən dəfə izah eləmişdim. Dört bucaqlar. Sistem hardaydı? Dört bucaqlardan qabağıydı. Söylə bir də burada. Məsələn, 16-ya kimi keçən dəfə izah eləmişdim. Məsələn, 17-ci misala baxsaz, orada toplama üsuludur. Çünki y-lər bir-birinin əksidir. Tərəf-tərəfə toplasaq, dərhal 2x bərabər 8, x bərabər 4, y bərabər 2. 4, 2, məsələn, bu tənliyin həllidir. Rahat şəkildə deyə bilər.
Yəni bu asandır 17. Həmçinin 18-ci suala baxın. O da hansı üsuldur? Toplanma. Çünki baxın y-lər onsuz da bir-birinin əksidir. Yoxsa 3 mənfi 3 y-dir. Bu da 3 y-dir. Tərəf-tərəfə toplasam islah olmuş olacaq, x qalacaq, həll edəcək. 19-cu sualda da ki həll edindir. Nə x-lar, nə də y-lər bir-birinin əksi deyil. Onda nəyəsə vuracaqsınız. Lazımdırsa tənliklərin hər ikisini vurun. Ehtiyac yoxdursa birini vurun. Məsələn, bu 19-cu sualda x-ların əmsalları eynidir. Sadəcə mən 1-in mənfi 1-ə vursam kifayətdir ki, onun əmsalı mənfi olsun, aşağıdakı ilə əks alınsın, toplayanda 0 eləsin. Mən isə o biri tənliyi heç nəyə vurmuram. Amma 20-ci sualda biri 4x-dir, biri 5x-dir. Mən bunların hər ikisini vurmalıyam. 4x-lə 5x-i. Əkob neçədir bunlara? 20. 4 ilə 5 əkob 20. Mən bunları 20 eləməliyəm. Birin mənfi 5-ə vuracam. Yuxarıdakını 4x-i 5-ə vuranda mənfi 20 eləyəcək. Aşağıdakını da 4-ə vuracam. 4-ü bilirsiniz də 3-ünə də vururam. Birinci 20, bu 4-ü 5x-ə vuranda bu eləyəcək müsbət 20x. Yuxarıdakı mənfi 5-i 4x-ə vuranda mənfi 20x eləyəcək. Və x-ların əmsalı əksi olacaq. Onları tərəf-tərəfə toplayanda 0 eləyəcək. Yerdə y qalacaq, bir dəyişənli tənlik olacaq. Rahat şəkildə həll eləyə biləcəksiniz. Sonra 21-ci sualda x üstəgəl y cəmin soruşur. Heç nə, tənliyi həll eləyəcəksiniz. X-i tapacaqsınız, y-i tapacaqsınız. Ondan sonra x üstəgəl y tapa bilərsiniz. 22 eyni qayda toplama üsuludur. Məsələn, orada 22-də uşaqlar görün nə soruşur? Tənliklər sistemindən x-i tapın. X-i tapın deyirsə, siz oradan y-i yox eləyin. Y-i yox eləyin ki, birbaşa x-i tapasınız. Yuxarıda y-in əmsalı 2-dir, aşağıda mənfi 1-dir. Aşağıdakını da 2-yə vursun bütün ədlərin. Y-in əmsalı mənfi 2 olmuş olacaq. Toplayanda tərəf-tərəfə y-lər islah olunacaq, x-la tənlik qalacaq, onu da həll edəcəksiniz. 23-də x üstəgəl y soruşduğuna görə tənliyi həll edib x-i ayrı-ayrı tapıb sonra toplaya bilərsiniz. 24-cü sualda y-i tapın deyir. Uşaqlar, y-i tapın deyirsə biz x-i yox eləməliyik. Onun üçün yuxarıda 2x-dir, aşağıda 3x-dir. Onları 6 eləyə bilərik. Birin mənfi 3-ə vuraram, yuxarıdakı mənfi 3-ə vuraram, aşağıdakını 2-yə vuraram ki, bir-birinin əksi olsun, x-lar getsin, y-i tapa bilim. Sonra, məsələn 25. 25-də kəsirdir. Y-lərin işarələri əksdir. Biri müsbətdir, biri mənfidir. Özə bizdən x-i soruşur. Nə edəyərəm? Aşağıdakı tənlik var ha. Onu 2-yə vursam, 3-də 1-i 2-yə vursam, olacaq 3-də 2x. Çıxılsın. 6-da 1-i 2-yə vuranda 2 onun surətinə vurulacaqdır. 6-da 2 olacaq. 6-dan da 2 ixtisara geçsək, 3-də 1 y qalmış olacaq. Bərabərdir bir dəfə 2. Gördünüz? Y oldu mənfi 3-də 1 y. Yuxarıda da ki, müsbət 3-də 1 y. İndi tərəf-tərəfə toplasaq, onlar 0 eləyəcək. Bu sağda yazdığım qırmızını elə aparıb onun altından yazacaqsınız da. Bu da belə 26 da elədi, 27, 28. 28-ci sualda biraz dəyişənlərin yerini dəyişiblər. Demək siz 9-u burada sağa keçirdəcəksiniz, y-i sola keçirdəcəksiniz ki, dəyişənlər sola, ədədlər sağa da öz yerlərini tapsın, ondan sonra həll edərsiniz. 29 da elə eyni qayda ilə. Mənim işarələrim də dəyişəcəklər də. Bəli, y sola keçəndə çıxma olacaq, 9 da sağa keçəndə müsbət olacaq. Mütləqdir ki, bir tərəfdən o biri tərəfə keçəndə işarə dəyişsin. Məsələn, burada 31-ci sualda nə edəcəyik? Bax, 3y keçirdəcəyik sola. 3y sola keçəndə nə olacaq? İşarəsini dəyişəcək də. 3y çıxılsın 3y olacaq. Yəni x çıxılsın 3y bərabərdir. Mənfi 11 qalacaq yerində. Sonra bildiyimiz qayda ilə həll edəcəyik. Sonra 32-ci suala bir dənə fikir verin. Görürsünüz, yuxarıda x y-dir, aşağıda y x-dir. Ona görə aşağıdakı
yerin dəyişəcəm. Mənfi x-i qabaqda yazacağım. 4y sonra bərabər 14. Yəni x ilə y-in yerini dəyişim ki, x x-in altında, y y-in altında olsun ki, rahat şəkildə həll edə bilək. Biz sadəcə burada 4y-lə x-in yerini dəyişdikdə işarələr dəyişmir. X mənfi kimi qalır, y də müsbət kimi. Çünki bir tərəfdən o biri tərəfə keçirməmişik. Öz aralarında toplananların yerini dəyişmişik. 33'dür, 34'dür, 35'dir. Bunlar hamısı bildiyiniz təhlilliklərdir də. Bunların hamısını uşaqlar həll eləmək lazımdır. Oturub bir-bir işləmək lazımdır. 38'dir. 39. 39'da görürsünüz toplama üstü işimizə yaramır. Burada 39'u necə eləyə bilərik? Bax sağda həll edirəm. Yuxarıdakı təhlillikdə birincidə x-i ortaq vuruq çıxarsam x vurulsun x çıxı y bərabər 5 qalır. Aşağıda da x çıxı y 1'ə bərabərdir. X y çıxılsın y 1'dirsə aparıb yuxarıda yerinə qoysam, onda olacaq x vurulsun 1 bərabər 5, x bərabərdir 5'i böləcəm 1'ə 5. X-i tapdım 5. Əgər x 5'dirsə, onda y də 4'dür da, çünki 5'dən 4 çıxsam 1 qalır. Tardı. X üstə y 9'dur. 40-cı suala baxaq. 40-cı sualda nə edəcəksiniz? Onluq kəsirlər olan zaman biraz onluq kəsirlərlə işləmək biraz səhv eləyə bilərik də. Amma natural ədədlərlə, tam ədədlərlə işləmək onluq kəsirlərlə işləməkdən daha rahatdır. Biz dedik ki, bayaq tənliyin hər tərəfini sıfırdan fərqli eyni bir ədədə vursaq və ya bölsək, tənliyin kökü dəyişmir. Gəlin yuxarıdakı tənlikdə, aşağıdakı tənlikdə elə bir mərtəbə vahidinə vuraq ki, onluq kəsirlər natural ədədlərə çevrilsin, tam ədədlərə çevrilsin. Yuxarıdakı tənliyimi də ona vursam, vergül sağa gedir. Hər ikisini ona vuracam ki, vergüllər sağa getsin, onluq kəsir qalmasın. Sonra onu toplama üslü ilə, ya əvəziyyətimi ilə, nəyləsə həll eləyərsiniz. 41-ci sualda deyir A-nı tapın. Uşaqlar, A-nı tapın deyirsə, biz B-ni yox eləməliyik də. Bax, A bölü 2 nəyə bərabərdir? B-yə. Onda B də A bölü 2-yə bərabərdir. Aşağıda görürsünüz bu B-ni. Bax, oxla göstərim. Bu B-nin əvəzinə gətirib A bölü 2 yazarsınız. Aşağıdakı tənlik olacaq 3A çıxılsın, 2 vurulsun B yox. B-nin əvəzinə A bölü 2 bərabər 20. Bu tənlikdə də 2'lər ixtisar geçəcək. 3A'dan A çıxanda 2A bərabər 20, A bərabərdir. 20'ni 2'yə böləcəm, 10. Tardı. Sonra məsələn 42'də deyir x çıxı y fərqini tap. Burada nə edə bilərik? Tənliklərdən birin mənfi 1'ə vuracam. Çünki y-lər eynidir. Birin mənfi 1'ə vursam y-in mənfi 1 eləyəcək. Sonra toplama üstü ilə x-i tapacam. X-i tapandan sonra yerinə qoyub y-i tapacam. 43. 43'də y-lərə fikir versəz bir-birinin əksidir. Amma məxrəcdə aşağıdakı y-də 3'dür, yuxarıdakı y-də 1'dir. Onun hər tərəfini 3'ə vursam 3 təbii ki sürətlərinə vurulacaq. Və bu da y-də 3 olmuş olacaq. Onlar bir-birinin əksi olacaq. Toplayacaqsınız, cavabı taparsınız. 44'də toplama üsuludur. Çünki y-lər bir-birinin əksidir. Toplayan kimi y-lər gedəcək. Nə qalacaq? Deməli qalacaq x bölü 3. Üstə gəl z bölü 3 bərabərdir 18. Məxrəclər eynidir. 3'də x plus z sürətlər toplanır. Məxrəc olduğu 18. 3'də 18'ə vurulsa x üstə gəl z-in 54 olduğunu tapmış olacaq. Bizdən də x üstə gəl z-i soruşur da. Gördünüz? Ayrı-ayrı tapa bilməsəm də onların cəmin tapa bilirəm. Bu da 44. 45'dir əvəz etmə ilə. Çünki toplama yaramır da işimizə. 45'in birinci tənliyində y-i keçirdəsiz 12'nin yanına olacaq x bərabərdir 12 üstə gəl y. Gətirib aşağıda x-in yerinə qoyacaqsınız onu. Həll edib y-i tapasınız. Y-i tapandan sonra hansında istinafar yerinə qoy x-i də tap, sonra soruşulan, tələb olunanı məsələni həll edə bilərsiniz. 46 da elədir. 47. X-i tapın deyirsə y-i yox eləməliyik. Burada y-i yox eləmək üçün bu y-də 8-dir, y-də 12'dir. Mən aşağıdakı tənliyimi 3'ə vuracam. 3 surətə vurulaq, y-də 24 eləyəcək. Yuxarıdakını da 2'yə vuracam bütün hədlərim. 2 hamısına vurulacaq. Y-də 12'ni 2'yə vuranda y-də 24 olacaq bu.
Aşağıdakini də 3-ə vuranda bu da mənfi y-də 24 olacaq. Tərəf-tərəfə toplayanda onlar 0 eləyəcək. X-də nə edirsə onları toplayıb X-i tapacaqsınız. Həmçinin 48 ilə 49 da eyni qaydadır. Hamısı sistemdə. Məsələn 48-də y böl x-i soruşur. Heç nə. Burada da yenə ya y-i ya x-i yox eləməlisiniz. Məsələn yuxarıdakı yox, aşağıdakı tənliyimdə 3-ə vuraram hər tərəfi. 3-ə vuranda elə bu 3y-də 1-i 3-ə vuranda 3-lər x-lərə getsə y-də 1 qalacaq. Özü də mənfi ilə. Yuxarıda da y-də 1-dir. Toplayanda 0 eləyəcək y-lər. Qalacaq x həll eləyə bilərsiniz onu da. 49-dur. Toplama üsulu ilə toplasan y-lər dərhal gedəcək. 50-ci sualda düz xətlərin kəsmə nöqtəsinin koordinatlarını soruşur. Düz xətlərin kəsmə nöqtəsinin koordinatını tapmaq istəyirsinizsə o y-lər, bax bunlar hər ikisi y daxil. Onda bu y-lərin cavablarını bir-birinə bərabər eləyəsiniz. Yəni 2x plus 5 ilə x minus 3-ü bir-birinə bərabər eləyib x-i tapasınız. X-i tapandan sonra 2x çıxılsın x bərabər mənfi 8. X bərabərdir mənfi 8. Mənfi 8-i tapandan sonra aparıb burada hansında istəsən yerinə qoyursan mənfi 8 çıxılsın 3 mənfi 11. Demək x mənfi 8, y mənfi 11 yaza bilər. Yəni bir-birinə bərabər götürür. Kəsmə nöqtə deyəndə. 52. X, y hasilini soruşur. Şöyle aşağıda baxın x üstəgəl y 3 verib. Yuxarıdakı tənlikdə mən x, y möhtərəcənin içine atsam onda ortaya toplama qoymuş olacam. Çünki möhtərəcəni açanda əvvəlki vəziyyətinə qayıtsın. X üstəgəl y 3-dür. Onda onun yerinə 3 yazsam, 3-ü keçirsəm sağa, x, y bərabərdir 6 üstəgəl 3, 9 cavabını tapmış olacaq. Bu da 52-ci sualın həlli. Sonra burada 53-dür, eynidir. X üstəgəl y 7-dir. Apar yuxarıda x üstəgəl y-in əvəzinə 7 yaz, x, y tap. 54-cü sualda aşağıda x üstəgəl y. Yuxarıdakı vurğulara ayırsa x çıx y. X üstəgəl y kimi vurğulara ayrılır. X üstəgəl y mənfi 4 taxa. Bura mənfi 4-ü yerinə qoysun. Bərabər 12. X çıxılsın y. 12-ni mənfi 4-ə böləcəm. Mənfi 3 cavabını tapacam. 55. X plus y soruşur. İnşallah yuxarıdakı ilə işim yoxdur. Aşağıdakı vurğuları ayırsam x, y ortaq vuruq çıxsa, birincidə qalacaq y, o birisində qalacaq x bərabərdir 54. Və x, y yuxarıda verib 6. Onda x, y yerinə 6 yazsam, 6 vurulsun. Y üstəgəl x, x üstəgəl y. Nə fərq var ki? Toplamanın yerini dəyişirəm. X üstəgəl y bərabərdir 54-ü 6-ya bölürəm 9. Bu şəkildə əldə edə bilərəm. 56-cı sualda da demək yuxarıdakı tənliyi çarpaz vursam A vurulsun B bərabərdir. 2 dəfə üçün 6 eləyir. Aşağıda da A plus B 7-dir. A kvadratı plus B kvadratını soruşursa mən bunu A üstəgəl B mötərizə kvadratı yazıram. Bu açanda üstəgəl 2AB qalmasın deyə çıxılsın 2AB yazıram ki 2AB-lər islah olunsun. Təzədən bu vəziyyətə qayıtsın. Və A plus B 7 olacaq. 7-nin kvadratı çıxılsın. 2AB. AB də 6-dır. 2 vur 6 12. 49 çıxılsın 12. O da ki 37. Bu şəkildə yaza bilərsiniz. 57. Həlli 1-2 cütü olan tənişlər sisteminə A plus B cəmi tapır. Əgər 1-2 cütü bu tənişlər sisteminin həllidirsə x-in yerinə 1, y-in yerinə 2 yazasınız. Hər iki tənlikdə x-in yerinə 1, y-in yerinə 2 yazasınız. Və alınmış tənlikdə AB ilə tənlik alınacaq. Onda toplama üsulu ilə həll edib tapar. 58-də eyni qayda ilə. 59-da ilə 60-dakı yuxarıdakından aşağıdakını çıxsaz. Baxın, şöyle tənliklər tərəf-tərəfə çıxmaqda olur. Yuxarıdakından aşağıdakını çıxsam x, y-lər gedəcək. Nə qalacaq? Yuxarıda x, aşağıda çıxılsın y. 7-dən 12 çıxanda mənfi 5. Bizdən də x çıxılsın y soruşurdu. Cavab mənfi 5. Digərləri də oyunu qayda ilə davam eləmirlər. 61-ci sualda burada x çıxılsın y mötərəciyə atıb araya plus qoysam x üstəgəl y 4-də aparıb yerinə 4 yazsam x, y bərabər 4-ü sağa keçirsəm 4-ün üstünə 1, 5 tapmış olaram. Asandır. Belə bu qaydalarla davam edə bilərsiniz. Uşaqlar, eşitirsiniz məni? Nətərdir? Başa düşə bildiniz bir şey? Mən başa düşdüm. Aysa. Demək, burada qaldı. Demək, siz
yazarsınız 65-ə kimi yazarsınız uşaqlar hələ ki. 65-ə kimi yazarsınız. Təhlilçilər sistemi qurmaqla məsələ həlləri var qarşıda. Gələn dəfədə biraz onlarla məşğul olaq ki, görək məsələyə uyğun sistemi necə qurur. Onların içərisində düzdür yenə təhlilçilər var. Eybi yoxdur. Biz baxarıq o təhlilçilər sistemi qurmaqla məsələ həllinə biraz məşq eləyərik. Sonra keçərik dördbucaqlılara. Dördbucaqlılar dərsi elə də çətin dərs deyil. İzah edəndən sonra rahat başa düşə biləcəksiniz. Yaxşı uşaqlar.